Bunu da aldım. Çox razıyam. Qətiyyən qusturma, yəni fontan kimi qusma, düşməmə, bayrına təsir eləmə. Yəni belə bir şey yoxdur. Keçi südü olduğu üçün də dəhşətli dərəcədə yüngüldür, rahat həzm olunur. Arada onu da dinəndə yetişdirirəm bir başı uzadıram yazıq çobalya qalır yerində. Bunlar da dinəndə dinən keyvənirəm də bu yeməyə. Dinəm. Zeyd ana südündən belə deyim, imtina eləyəndə mən çox ağlamışdım, həddindən artıq ki, ana südü övlad üçün çox vacibdir də, yəni immuniteti gücləndirir, yəni çox faydalıdır da, bir uşaq üçün ən vacib şeylərdən biri ana südüdür. Çox pis olmuşdum, o qədər ağlamışdım ki, mənim uşağım ana südü ilə qidalana bilməyəcək, amma mənə təsəlli kabrit oldu, həqiqətən. O qədər yüngül, o qədər faydalı yeməkdir ki. Zeydin bu termosu həm çox şirindir, Minilanddan almışıq bunu, baxın üstündə də yazılıb. Həm çox qəşəng isti saxlayır, yəni gecə misal üçün doldururam, səhərə qədər eyni istilikdə qalır, axşama qədər də qalsa, yenə də eyni istilikdə qalacaq. Səhər sadəcə biz suyumuzu təzələyirik. Daha sonra Philips'in bu əmziklərindən danışmaq istəyirəm, Avent. Zeyd heç bir soskanı götürmədi, heç birini. Yəni, almadığımız, yoxlamadığımız əmzik qalmadı da, belə deyim. Bir dənə yeganə ilk başlarda forslandı, düzdür, özünü göstərdi bizə. Bir dəfə götürdü, bir dəfə götürmədi, amma... Yaxşı, deyənsən, qoy video qutarsın, bir də yuxunda görərsən o əmziyi. Lidaza, mən uşaq dünyaya gələndə çox fikirləşirdim ki, Zeydə nə verim ki, yaxşı olsun da, sancılsın köpünü qazını almaq üçün. Bu çox yaxşıdır, həddindən artıq. Düzdür, siz yenə də pediatrınızla məsləhətləşin. Hər uşağın yapısı farklıdır, Türklər demiş. Amma bizə bu çox yaxşı düşdü. Qazını da aparır, köpünü də aparır. Ay, salamat ol. Çox rahatlıq verir Zeydə. 6 saatdan bir işlədirik bunu. Gözün içinə kimi yalan danışır, yadından çıxır vermək bəzən. Aventin təzə içindən yemək yemişik, çirklidir. Aventin bu butulkası. Bunu hər kəsdə görürdüm deyə aldım. Yəni bundan başqa butulka heç işlətməmişik. Ona görə başqa butulkalarla fərqini deyə bilmərəm, amma rahatdır. Yəni başlığını vaxtında dəyişdirəndə ayına görə rahat bir butulkadır məncə. Deyəcəksiniz niyə şüşəsini işlətmirsən? Şüşəsi də var bunun. Prosta Zeyd, belə deyim, biraz xoşlayır, oynaya yemək yesin. Ona görə şüşədə tez soyur, məcbur plasmas işlədirik çox vaxt. Bilirəm ki, bir çox analar sudokrem işlədir hal-hazırda. Biz də xəstəxanadan çıxdıq.